Bizim Türklərin, deməli, Türk xalqın bir gözəl bir bu deyir, adət-ənənəsi olubdur. Eee, İslamdan əvvəl, yəni eramızdan əvvəl. Bax bu adət-ənənə yəqin ki, kimlər deməli bunu yaddan çıxartmayıb, unutmayıb. Siz görmüsünüz də, yəqin həmişə ata deməli uşağı, qız uşağını ərə verəndə soruşur. Türklər soruşurdu. İndi bəziləri var. Soruşur da, yəni bəziləri ayıb sayır, deyir anası bilməlidir. Ancaq onda kişilər idi, ata. Deyir ay qızım, alnını öpürdü, alnını öpür qızının. Deyir ki, bax bu yetimlə, məsəl üçün mən biraz lori dildə deyirəm də, yəni çatınca. Bu yetimlə gedib ona ərə gedirsən, xoşbəxt olacaqsan, sevirsən, istəyirsən. Ata bunu Türk ataları qədimdə qulaq asırsınız, din yox, heç nə yox hələ. Öpürdü qızının, alnından öpürdü. Yenə də deyirəm, heç kəsi bunu deyib istəmirəm. Yəni belə yerdən, belə olmalıdır, kiməsə öyrədirəm, yox. O əlinizi sinənizi vurursunuz, ha. Başınıza hələ oyun gəlmir, gələndə onda başınıza gəlir. Qız uşağı soruşur da bu insanla, mən yetim elə pis mənada demirəm də, yəni xalq dilində deyirəm. Yəni bu yetimlə gedib xoşbəxt olacaqsan, get. Sevirsən, get. Alnından öpür, yola salır. Əlindən tutub aparır, yola salır. Bu bir. İkincisi, bu indi bu dinlə bu ki müqəddəs kitabı götürürlər, müqəddəs kitabın altından keçirlər. Heç bilmirəm o müqəddəs kitabın içində nə yazılıbdır, nədir ki, kim yazıbdır və onu bir öyrənək, bir oxuyaq, bir dərk eləyək, bir analiz eləyək. Bu halda olar, olmaz, ya qəbrin üstündə bunu oxumaqdır, kitabı oxudar. Ana bu gah elm kitabı deyirlər, gah hər bir kitab yazılır, elə bir o bir balaca bir elmdir də hər bir kitabı. Onu da yazan deyim sizə o yaxşı kitablar var, mən oxumamışam. Hər bir kitab o gözəl yazılır, siz bilirsiniz də, yəni deyirlər Qaramaz qardaşlarıdır, Romeo Julieta'dır məsəl üçün. Bunları çox deyirlər ki, elə o müqəddəs kitablar da, o Toradır, Qurandır, o Bibliyadır və s. Yəni hamısı gözəl yazılıb. Gözəl yazılıb. Bu hamısı müqəddəsdir də. Hər bir kitab müqəddəsdir. Yəni kimsə yazır onu. Amma hələ bilinmir ki, kim necə yazıb, nə istifadə edib. Bir dənə yeridiblər ki, bu yuxarıdan gəldi belə. İnsanlar oturub fikirləşmir, bu lap göydən gəlibdir. Nəysə, onu qoyuram, o uzun söhbətdir və o deyir, mən çalışmıram, nəysə inandırım kiməsə, marağım da yoxdur. Vəziyyəti baxırsınız, görürsünüz. Mən Tanrını sevirəm və Tanrı bilirəm, Tanrı və salam. Yəni o hər şeyi yaradıb da veribdir. Yaşa girəmək. Başqa o pis işlərlə məşğul olub sonra gedib bağışla geləndən əyildim 10 dəfə, 15 dəfə, getdim, nə bilim, kəpəni geydim, fırlandım, gəldim, qardaş. Bax bu ki, yaranıb da bu
kitabları oxuyurlar, kitabın altına, bu Quran neynəsin? Qurana and içmək nədir? Qurana and içən ən yalançı adamdır. Quranı açıb oxuyan ən yalançı adamlar oxuyurlar. Düz adamlar oxumurlar. Və onu düzgün də icra edib çatdıra bilmirlər ki, mənasını bilmirlər. Soruşun, bax mən deməyəcəm mənasını. Kim mənə sualı versə, üzbəüz çıxa deyək ki, Quran kitabın mənası nədir? Müsəlman mənası nədir? İslam mənası nədir? Mənası nədir? Mən onun üzünə deyəcəm. Kim ki istəyir onu eşitsin. Belə onsuz da xeyir yoxdur. Mən elə üzünə deyəcəm ki, o bilsin də, yəni mənası nədir? Kitabın da, Müslüman sözün də, İslam sözün də mənası nədir? Quranın altından keçir, 10 gündən sonra, 5 gündən sonra ayrılırlar, dağılırlar. Bibliyanın əlini qoyur, gedir raketi bombalayır. Oradan gedir ən pis işləri görür. 8 yaşında uşağıyla gedib almaq nədir, zorlamaq nədir, ay bədbəxt, ay ərəb. Və onu mən iyrənc sayıram. O xalq ki, əlini, üzünü yumayan xalqın dilində hələ oxuyub danışmaq. Türk dilində oxuyun da kitabı. Başqa dillərdə oxuyun. O boyda dillər var. Hərə öz dilində oxuyun. Tacikdir, nə bilim, özbəkdir, nə bilim. Məsəl üçün deyirəm. O biri, bu biri millətlər. Niyə oxumursunuz öz dilində? Harada ki, deməli, iyrənc hərəkət edən adamın dilində o şey oxuyur. Nəysə oxuyursa oxuyun. Mən düzəltmək üçün sadəcə mən deyirəm də. Və bugün o uşağı ki, hər ta ona şey yazmaq, nə bilim, orada məktəb apardılar, elədilər, nə edirlər? Bunu yazır, onu yazır. Axırda boşanırlar, bir-birini öldürürlər. Deməli, qız uşağı kimsə oğruyub aparanda, deməli, pis başına onu gətirəndə, onu gedib öldürmək düzgündür. Yəni, getdin, vurdun, öldürdün, indi yəni heç kəs icazəsi yoxdur bunu günahlandıra. Olmaz. Kimin uşağına şey eləsə, yəni polis indi çatdırmadısa onu tutdu, yəni onu öldürsələr, yəni bu elə şeydir ki, hər adam dözəməz. Polisin özü dözəməz. Polisin arvadına sataşın, qızına sataşın, görün nə eləyər. Adamı öldürər, gülləni çıxartıb vurur başından. Və düz də eləyər. Və deputatı da, naziri də, yəni onun arvadına, uşağına kimsə sataşsa, yəni onu çıxardıb gülləni vurar. Yəni düzdə eləyər. Bu dünyada bu belə qəbul olunur. İnsan onu götürə bilmir. Götürə bilmir də qardaşım, onu zorla şey eləyə bilmərik ki, bizim uşağı niyə şey elə? Amma vurdu, öldürdü. İndi bu kişiləri söhbət gedir. Bundan bu kişilər özləri zorla küçədəki biri zor göstərir qızına, öldürür onu. Burada öz əli ilə zorla qızı verir. Görmüsünüz? Kişiyə deyirəm, ay qardaş, ay kişi, soruşursan. Axı sən qızın istəmir bu adam. Niyə maraqın nədədir bunu verirsən? Gündə döyürlər, öldürürlər. Öldürəndə də gedəcək oğlanı öldürəcək. Niyə? Qızı öldürüb də. Qızın istəmir. Nə istəyir eləyir. İstəməyən adam gedib də ərə, o da əlbəttə nə pis hərəkət eləsə eləyəcək. İstəmir bu adamı. Zorla sən, yaxud oğlan qaçırdır zorla eləyir, sonra gedir qız başqası ilə görüşür, başqasını sevir, gedib qızı yenə öldürür. Belə qeyrət, belə, bu nə qeyrətdir? Bu nə qeyrətdir ki, ata, qardaş zorla qızı verir, deyir, gəlməsin. Zorla verib da, indi boşanır, ayrılır. Yenə də deyirəm, sən zorla deməli verirsən ki, ay kişi, apar mənim qızımı, neyinsən elə. Burada gedib öldürürsən kimisə.
İndi öz əlinlə zorla vermək qız uşağını, zorla vermək nə deməkdir? Yəni ay kişi verirəm sənə zorla başına nə oyun gətirsən gətir. Ərdir də. İstəməyən adam da nə ər, nə qeyrət. Gör nə qədər insan tuturlar, deyir ki, ayıbdır, qayıbdır, gəzir. Necə öldürürlər qızı. Qızı öldürürlər, sonra sən gəlib onu öldürəcəksən. Bu evdə yaşasın da. Talih Tanrı verir. Tanrı sən kimsən? Tanrı bunu verir. Yəni ona görə deyirəm, bu kişilər belə şeyləri öz uşaqlarını zorla verirlər ki, apar neynirsən elə. Sonra da gedir o oğlanı da öldürür. Ya qızı öldürəndə, məsələn, qız istəməyə vermirsən də zorla. Bunu deməli saymırlar qeyrət, namus. Amma gedib kimsə küçədə sataşdı arvadına deyir öldürür, deyir. Burada qızını özü zorla verir ha. Onu ermənilər eləyir. Onu ermənilər analarını zorla göndərir. Zorla qızlarını göndərir. Zorla getginlə o kişi ilə görüş, bu qızla görüş. Həmin şeydir ha. Erməni o kim ki qızını zorla verir kaha razıdırsa mən ona erməni deyirəm. Oldu. Qaraşı ermənilərsiniz. Ayrısı adınız yoxdur. Bax bu da sizin o qeyrət. Zorla qızınızı vermək, yəni ermənisiniz. Erməni zorla anasını, atasını. Siz də qızınızı satırsınız. İstəmir bu adamı, ana zorla verirsən, deyirsən, ay kişi apar bunu neyirsən elə hazır. Öz əli ilə qızını verir. Bu şey, bu nə deyim bu kişilərə, bu qeyrətləri. Başım